Bismillahirrahmanirrahim. Mina Vasif, Əymən Zidan, Hüseyn İcac, Qasim Məlhət, Əli Şəqir, Xalid Əl-Amir və başqaları fəqihlərin imamı fiqhlər. Caferus Sadiqun nurun şa'a bil ilmi fe erşed La yudaha fi tuqahu ve bil haqqi mueyyed Caferus Sadiqun nurun şa'a bil ilmi fe erşed La yudaha fi tuqahu ve bil haqqi mueyyed علمه علم الرسول رأيه السهم المسدد كيف لا يرقى الثريا كوكب من آل أحمد صفوة من أصفياء وسليل الأنبياء ده إمام الفقهاء واسمه Filmin rejissoru Sami Əl-Cənadi. İkinci hissə. Necəsən şahzadəm? Allaha çox şükür, yaxşıyam. Bilirsən, Ubeydə, Allah'tan istəyirəm ki, səndən övladım olsun. Bunu elə mən də istəyirəm. Qoy mənim vəliəhdim olsun. Hə, həmişə istəmişəm ki, onun əxlaqı atasının əxlaqı kimi olsun. Əməvi əmrinə layiq, güclü, haqqı həmişə tanıyan, atasının yolu ilə gedən və batilə nifrət eləyən olsun. Bu sənin qəlbindəkilərdir. Bəli, necə elə olmayayım ki, sən mənim yanımdasan. Peyğəmbər salavatullah buyurub, Allah istəyir ki, öz neymətinin əsərini öz bəndəsi üçün qoysun. Sənsə Allahın neymətisən. De görüm uşağın adını nə qoymaq istəyirsən şahzadəm? Bunu sən bilərsən mənim ağam. Allahın salamı olsun sizə. Əleykə salam ey Müfəssəl ibn Qeys. Əyləş və hacətini de. Xeyr ağam. Hacətimi qəbul eləməyənə qədər oturmayacağım. Müşkülümü bilirsiniz. Əlim hər tərəfdən bağlıdır. Otur ey Müfəssəl. Burada 400 dinar var. Bunu mənə Əbu Cəfər Mənsur Dəvaniqi göndərib. Götür bunu və müşkülünü həll elə. Lazım deyil ağam. Canım sənə fəda olsun. Mənim istəyim bu deyil. Sənin yanına gəldim ki, mənim üçün dua eləyəsən. İnşallah eləyərəm. Amma nə badə öz halını cəmaata deyəsən.
bütün işlərindən xəbərim var. Osmanı və Əbu Vaili sən öldürmüsən. Çox vicdansız adamsan. Bilirəm, pis işlərindən əl çəkən deyilsən. Odur ki, diqqətlə qulaq as. And içirəm o böyük Allaha. Əgər kənd əhlinə, yaxud da Əbu Vailin ailəsindən birinə xətər yetirsən, səni şiddətli əzabla öldürəcəm. O cücə boğazına bu qılıncla üzüb, səni cəhənnəmə vasil eləyəcəm. Gözüm üstündədir. Neçə nəfər yığılıb? Zənn eləyirəm ki, 400 nəfərə yaxın. Ola bilsin, biraz azdılar. Bəlkə sənə vəd eləyənlər beyyətindən çıxıblar və yaxud da Həkəm İbn Səld onların yolunu kəsib. Bəlkə də vədələrinə xilaf çıxıblar. Necə ki, Hüseyn əleyhissalama xilaf çıxmışdılar. Deyəsən bu Yeziddir. Yezid İbn Ziyad öz tərəfdaşları ilə Riqqədən qayıdırlar. Kufə. Girin məscidə. Sizə dediyimi eləyin, mənim əmrlərimə tabi olun. Biz məscidə girmirik. Nə istəyirsən bizdən? Dedim ki, sənə məscidə gir, yoxsa sənin qanını elə burada tökərəm. Tez olun, girin. And olsun Allaha ki, mənə bunlardan qat-qat çox adam beyyət eləmişdi. Deyirdilər, sənə 100 minlik ordu ilə kömək eləyəcəyik. Əssalamu aleyküm. Və aleykümselam və Aleykümselam. rəhmətullah. Otur görək. Nə xəbər var oğlum? Mənə bir atlı xəbər verdi ki, Yusif İbn Ömər tərəfdaşlarımızı məscidə salıb həbs eləyib. Hətta xaricilərə də qadağan eləyib ki, səndən görüşüb köməyə gəlsinlər. Vallah bu bizə beyyət eləyənlər üçün üzürlü sayılmır. Necə yəni Əbəl Hüseyn? Zalım onlardan canlı sipər yaradım. Yox mane, haqqa kömək eləmək üçün harda olurlarsa olsunlar, ölüm onları qorxutmamalıdır. Xalacan, neçə vaxtdır sənə bir şey demək istəyirəm. Daha bunu ürəyimdə sir kimi saxlaya bilmirəm. De ay Xədicə, de nə olub? Əgər nəsə demək istəyirsənsə, de. Bəlkə bizdən kimsə səni incidib? Yox xala, bu sən fikirləşdiyin kimi deyil. Xədicə, kim səni incidibsə demənə gözünü çıxardım. Dünən fikir verdim ki, bir nəfər bazarda məni izləyirdi. Düzdür. Elə mən də onu gördüm. Amma üzünə baxan kimi tez oradan O uzaqlaşdım. kimdir belə? Nə istəyir? Niyə bunu dünəndən bugünə kimi məndən gizlətmisiniz? Məncə o Asimdir. İnşallah səhv eləmirəm. Asim? Bir də de Xədicə. Asimdir? Bazarda o qədər adamın içində qardaşım Asimi necə tanıdın? O mənim ruhumdur. Mümkün deyil ki, səhv eləyim. Mədinə şəhəri. Ağam, neyniyək? Ailəmizə hədis söyləyək? Bəli. Mütəal Allah buyurur. Ey iman gətirənlər, özünüzü və ailənizi yanacağı insanlardan və daşlardan ibarət olan oddan qoruyun.
öz ailənə namazı əmr et və özün var gücünlə ona səbr et. Bizim üçün dua elə ey peyğəmbər övladı. Cəddimin başına gələn mənim də başıma gələcək. Küfəlilər bu xəyanəti ikinci dəfə eləyəcək. O vaxt İbn Ziyadın ordusunun qarşısında Hüseyn əleyhissalam tək idi. İndi də mən onların əsiri olacağam. Canım sənə qurban. Ölümdən qətiyyən qorxum yoxdur. And olsun Allaha, qılıncımla ölənə kimi səninləyəm. Bərəkallah, ey Nəsir. Sabah Məscid-ül Əzəmə gedərik. Adamlarımızı həbs eləyən əskərlərlə döyüşüb, onları əsirlikdən xilas eləyərik. Dəməşq. Ağam, Yox, yox, qətiyyən tərpənmə. Narahat olma. nəsə baş verib mənim ağam? Təbib mənə xəbər verdi ki, bir neçə aydan sonra məni sevindirəcəksən. O beydə, nə badə biganəlik və xəta eləyəsən. Narahat olmayın ağam. Səndən bir övlad gözləyirəm. Biraz da səbr elə. Əssalamu aleyküm. Sənə də Allahın salamı, rəhməti və bərəkəti olsun. Sənlə ikinci dəfə üzləşirik. Ağam, siz məni tanıdınız? O şəxsi necə unudum, özü oyandı, bizi də oyatdı. Xoş gördük səni. Məni çox sevindirdiniz ağam. Sənin məharətinə şübhəm yoxdur, ey. Adım Səxirdir ağam. Bəs nəcəb bura gəldin, Səxir? Çünki imtahan vaxtıdır ağam. Bu döyüşdə etimad elədiyim insanlardan biri olacaqsan, inşallah. Etimadımız əvvəl Allaha, sonra sizədir, ey Əbəl Hüseyin. Səxir, biz haqqa dəvət eləyirik. Məqsədimiz yaxşı işlərə dəvət, pis işlərdən uzaqlaşdırmaqdır. Etimadımızsa tək olan Allahadır. Heç bilmirəm, Təlhə. Axı bu dükanı sənə niyə satdım? İndi də elədiyimlə heç cür razılaşa bilmirəm. Ay kişi, sözü qadınlar kimi uzatma. Kim demişdi sənə ki, qadından evlən? Madam ki, bu ikisini bir araya gətirə bilməyəcəydinsə, niyə bu xətanı elədin, hə? İndi isə düz və əlini dişdə. Mən səni kişi bilirdim, sənsə... Ay kişi, niyə məni işimdən eləyirsən, hə? Tez ol, get buradan, get, cəld ol. Ağa, yadınızdadır, mənə əmr eləmişdiniz ki, əgər bir karvanın gəldiyini görsəm, dərhal gəlib sizə deyim. Nə eşitmisən? Eşitmişəm ki, bir karvan buralara gəldim sizə xəbər verim. Otur yerimdə, bir saat mənə əvəz elə.
Ey Peyğəmbər övladı, məni öldürsələr də səni heç vaxt tərk eləmərəm. Allah sənə yar olsun Səxir. Bunu bil ki, vallah biz haqqıq. Onlarsa batildilər. Ey Əbəl Hüseyn, mən sənə Övsəci Əsədi baban Hüseyn əleyhissalama dediyi kimi deyirəm. Vallah, əgər bilsəm ki, məni öldürərlər, sonra da yandırarlar, sonra yenə dirildib, yenə yandırarlar və bunu 70 dəfə təkrar eləyərlər, səni tərk eləmərəm. Bu şərəfli ölüm, axırı isə əbədi kəramətdir. Əssalamu aleyküm. Aleyküm salam. Sən Təlhə İbn İmransan? Bəli, mənəm. Nə olub? Xoş gördük. Əbu Muxtar xəbər verdi ki, sən məndən burada görüşməlisən. Geldim ağam. Xədicə, Asim haqqında dediklərin doğrudur. Ola bilər mən səhv görmüşəm xala. Amma qəlbim səhv eləməz. Allah onunla mənim aramda qarşılıqlı bir hərarət yaradıb. Ay hiyləgərlər, bunu məndən gizlətmisiniz? Vallahi Şeyma, heç bir şey gizlətmirəm. Bu məsələ məni çoxdan narahat eləyir. Qəlbimi çox üzürdü. Qaranlıq gecələrdə bu sönmüş qəlbimi işıqlandırdı. Ona nur gətirdi. Ey əziz və əzəmətli Allahım, səni ant verirəm ən gözəl adlarına. Onlardan bildiyim və bilmədiklərimə, ərimi mənə sağ-salamat qaytar. Ey cəlal və kərəm sahibi, özün ona kömək ol. Sabah buna mütləq əmin olacağam. Bəlkə o kişi nəzarətçi idi, indi orada yoxdur. Onu bizə necə göstərəcəksən? Əgər Asimdirsə, mən əminəm ki, onu görəcəm. Onu necə və hardan tapacağımı bilirəm. Xədicə, doğrudan onu sevirsən? Bu sanki iki uşağın bir-birləri ilə ünsiyyət quran və mehriban məhəbbətidir. O vaxt onu bazarda görəndə gözlərinə baxdım. Özünü itirərək məni izləməkdən vaz keçdi. Sanki mənim baxışlarım ona istirab və əzab verirdi. Həmin gün bazarda yadıma Asimlə vidalaşdığım gün düşdü. Mədinə şəhəri. Ya Rəbb, Muhammed və onun ailəsinə xatir, əmim Zeyd və onun əshabına kömək etməyini istəyirəm. O sənə xatir, yaxşı işlərə dəvət etmək və pis işlərdən çəkindirmək üçün qiyam eləyib. Ya Allahu, Ya Allahu, Ya Allah. Kufə.
Kamanı ver. Ay küfe cemaatı, çıkın zilletten izzete, hakiki dine ve gerçeği dünyaya tərəf gəlin. Məscidə girin, qardaşlarımızı azad eləyin. Bayraqları qaldırın göyə, qoy küfəllər görsünlər. Peyğəmbər və əhl-i beytinin razılığı. Peyğəmbər və əhl-i beytinin razılığı. Peyğəmbər və əhl-i beytinin razılığı. Tez olun, cəld olun. Bu məktub xəlifədən deyə ağam. Ey Yusif İbn Ömər, sən qəflətdəsən. Zeyd İbn Əli öz adamları ilə Kufə əhlindən beyyət alır. O bizim xilafətimizi yox eləmək istəyir. Dur və tədbir gör. Ona aman təklif elə. Əgər qəbul eləməsə, onda onu öldür. Atacan, Ey Əbəl Hüseyin, al bununla tez yaranı bağla. Tez ol. Narahat olma. Sən öz əlini bağla. Sənin yaran mənimkindən daha pisdir. Abbas İbn Səd bir dəstə Şamlılarla bizə tərəf gəlir. Allah and olsun ki, biz birinci hücum eləməliyik. Əgər səbr eləyənlərdən olsaz, onların çoxluğu sizi qorxutmaz.
Ey ağır gündə nicat qapısını açan, ey bütün çətinlikləri qüdrəti ilə asan eləyən, olacaqlar hamısı sənin qüdrətini bildirir, hər şey sənin əlindədir. Verdiyin güclə hərəkət eləyirik. Hər bir işində ədalətli olan sənsən. Pislikləri sən bizdən uzaqlaşdırırsan. Çıxılmaz vəziyyətdə olana nicat verən sənsən. İlahi çətinliyə düşmüşəm və o məni çox incidir. Öz qüdrətinlə bu işdə bizə kömək ol. Bizi öz hökmündən yönəlt. Açıq olanları sən bağladın. Bağlı olanları sən açdın. Qarşımdakı çətinlikləri sən asan elədin. Dar günümdə sən mənə dayaq oldun, uca və əzəmətli Allahım. Peyğəmbər və onun ailəsinə salamın olsun. Allahım, fərəc qapılarını üzümə aç. Mənə bu vəziyyətdə çıxış yolunu göstər. Mənə istədiklərinin şirinliyini dadızdır. Tükənməz rəhmətinlə bizi bağışla. Bizi istədiyin yola yönəld. Və bu yolu bizim üçün şərəfli elə. Qarşında başı uca duranlardan qərar ver. Ey gözəl Allahım! Ey bağışlayan və mehriban! Ey hər şeydən agah olan! Ümidsizlərə nicat verən sənsən. Ey dirilərin dirisi, bizi dirilərdən qərar ver. Öz lütfünü bizdən əsirgəmə Allahım. Ya Rəbbim, bizi öz rəhmətindən uzaq salma. Və bizi bir an belə öz başımıza buraxma. Zeyd, axı niyə onlarla döyüşmürük? O ordunun başındadır, ona görə bunlarla bacarmırıq. Niyə onun ürəyinə ox sancmaq barədə fikirləşmirik, hə? Sərras bir oxçu tapın, qoy oxla onu vursun. Oxu döyüşün tən ortasında ataq. Bəli, bəli. Kim döyüşdə qalib gəlmək istəyirsə, gərək əxlaqa göz yumsun. Başa düşdün? Get mənim dediyimi elə. Nə sualın varsa, ver ey Süfyan. Canım sənə fəda olsun ağam. Həsəd aparanın ziyan vurması öz istəyi ilədir, yoxsa Allahın istəyi ilə? Yerdə və göydə Allahın istəyi və elmi olmadan heç bir hadisə baş vermir. Lakin həsəd aparan zərəri başqasından da qabaq əvvəl özünə vurur. Ey Peyğəmbər övladı, bu necə olur? Bil ki, ey Süfyan, həqiqətən həsəd aparan şəxs nəfs sahibidir. Onun qəlbi çox teşnə və çox hüzünlü olar. Çoxlu çətinliklər olar və pislikləri çoxalar. Bədəni sağlam olsa da daim qəmli olar. Allah Teala buyurub, həsəd və həsəd aparanlardan uzaq olun. İrəli! 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 Hücuma keçirik! Hücuma!
Anacan, ata, nə oldu? Ata, kömək eləyin aparaq. Ata, hər şey yaxşı olacaq. Artıq tərəfdarlarımız gediblər. Qalanları da yaralıdır. Biz neyniyək, ey Əbəl Hüseyin? Məni istəyənlər hardadılar? Budur mu onların cavabı? Ox alnınızın sümeyinə batıb. Onu çıxartmaq çox təhlükəlidir. Çıxart onu mani. Çıxart. Əgər onu çıxartsam ölərsən, ey Əbəl Hüseyin. Çıxart, mani çıxart. Çıxart. Yox, ata. Axı bu ölümdür. Bizi ayırmaq istəyirsən? Hə? Ata, məni tək qoymaq istəyirsən? Axı niyə? Niyə onun kimi adamlar ölür? Uca və əzəmətli Allahdan bağışlanma istəyirəm. Allahdan başqa güc və qüvvət sahibi yoxdur. İndi biz neyniyək? Onu harda dəfn eləyək, ey mani? Kufə əhli döyüş meydanında cəm olub. Yolumuz da Abbasi səhrasındandır. Abbasi səhrası başqa yollardan daha rahatdır. Özümüzlə aparıb səhrada dəfn eləyərik. Ay, gözəl uşaqdır Hind. Allah onu xatabaladan qorusun. Mənim bu dünyada səxirdən, bir də bu balacadan başqa heç kimim yoxdur. Nə olub sənə Hind? Neçə vaxtı səni narahat görürəm. Hər evin öz sirri var. Amma mən bunu bilmək istəyirəm, bacı. Səndən səxrin arasında nəsə bir şey olub? Bacı, sənə neçə dəfə demişəm. Onu elə sevirəm ki, itirməkdən çox qorxuram. Onu itirsəm yaşaya bilmərəm. Necə yəni itirməkdən qorxuram? Nə demək istəyirsən? Nə olub? İndi yeri deyil. İlahi, sən məni yaratdığın halda, axı mən səni necə tərk eləyə bilərəm? İlahi, istəyəndə də, istəməyəndə də əta eləyirsən. Ey Rəbbim, etdiyim duaları qəbul elə. Səndən başqa kimi çağırım ki, duamı qəbul eləsin. Ya Rəbb, sənin rəhmətindən uzaqlaşsam da mənə rəhm elə. Səndən başqa kimə sığınım? Axı kim mənə rəhm eləyər? İlahi, necə ki dənizi ikiyə böldün və Musaya nicat verdin, bizə də bu işlərdə nicat ver. Ya Rəbb, Ya Rəbb, Muhammedə və onun ailəsinə salam və rəhmətini nazil elə. Bizə öz fəzlin və rəhmətinlə tez bir zamanda nicat ver, Ya Rəbbim. Zeydin şəhadətindən sonra indi neyniyək? Axı biz neyniyə bilərik ki? Bu Allahın istəyidir. Qəza bu qədərdən qaçmaq olmaz. Ona təvəkkül eləyək. Allaha təvəkkül eləyək. Onun yaratdığı dünya genişdir.
Tez ol, qalx gedək ey mani. Asim, Xədicə. Şeyma? Film 2013-cü ildə Salam studiyasında dublyaj olunmuşdur. Dublyajın rejissoru Natiq Şəkərəliyev, tərcümə edənlər Rəhman Abdullayev, Fərid Camalov, redaktor Vüqar Həsənov, qrafika Elmar Vəliyev, dublyajın baş prodüseri Emin Abbasov. Filmi dublyaj etdilər İlham Əskərov, Kazım Abdullayev, Nəcibə Hüseynova, Ofeliya Novruz qızı, Gülnarə Zülalova, Qədir Mirzə, Vüsal Xalıqoğlu, Rövşən Məmmədli, Pərviz Məmmədrızayev. Texniki dəstək Butafilm Kino şirkəti.